Uşaqlar indi hamısı elə bil hipnoz olublar telefona, robotlaşma gedir uşaqlarda. 16 yaşındakı uşaqların sosial şəbəkədən istifadəsi tamamilə qadağan olunmalıdır. Yeməyə belə baxmasa yemirlər. Onların əlindən telefonu almaq, ya onları başa salmaq çox çətin olur, çox çətindir. Məncə 16 yaşındakı uşaqlar üçün sosial şəbəkələr olduqca təhlükəlidir. Günümüz dünyasında və Azərbaycanda sosial şəbəkənin düzgün istifadəsi məncə qeyri-mümkündür artıq. Məncə qadağan olunmalıdır. 16 yaşındakı uşaqların sosial şəbəkədən istifadəsi tamamilə qadağan olunmalıdır. Uşaqlar indi hamısı elə bil hipnoz olublar telefona, robotlaşma gedir uşaqlarda. Nə uşaq əyləncəsi bilirlər, nə oyun bilirlər. Çalışıram ki, yarım saat, 15 dəqiqə mənim nəzarətim altında baxsın. Bu vaxta qədər uşaqlara almamışdım telefon. Son hardasa bir aydır, məsəl üçün atası dedi, ey yox, hələlik baxaq, eləyə, amma mən yenə də qadağa qoyuram ki, xoşum gəlmir telefonla maraqlanmalarına. Təbii ki, müəyyən limitləmələr olmalıdır. Çünki mən özüm də müəlliməm və hiss edirəm ki, onlara necə təsir edir də. Bu özləri sosial şəbəkədən istifadə edəndə, əgər nəzarət yoxdursa, müəyyən şeylər var ki, elə bir kontent var ki, onların qarşısına çıxmamalıdır. Amma çox təəssüf ki, yəni bəzən nəzarət olunmur və uşaqların bilməməli, 16 yaşından aşağı olan uşaqların bilməməli olduğu şeylər onların qarşısına çıxır. Uşaqlar sosial şəbəkələrdən istifadə edib, planşetdən, telefonla və onların tərbiyələrinə çox mənfi təsir göstərir. İkinci də ki, ana məsəl üçün elə ana var ki, heç fikir vermir uşağına. Uşaq gecədən səhərə qədər bəlkə deyərəm, saat 2-3-ə qədər planşetə baxır. Tək Azərbaycanda yox, elə bütün dünyada əslində bu bəla var. Əlbəttə çətindir. Uşaqlar, körpə uşaqlar belə telefondan əl çəkmək istəmirlər. İndi məktəbdə oxuyan uşaqlar elə şeylərə baxırlar ki, bu onların əxlaqına, tərbiyəsinə, davranışına çox ciddi təsir edir. Əlbəttə mənfi təsir edir. Müsbət cəhətlər çox az meydana çıxır. Bəzi şeyləri qadağan etmək lazımdır. Valideynlər uşağın öhdəsindən gələ bilmir və çox təəssüf ki, müəllimlər, valideynlərin bir çoxunun özünün səviyyəsi də buna imkan vermir. Onlar uşaqları ilə sərt davranmaq, yaxud da ki, izahat işi aparmaq, onların əlindən telefonu almaq, ya onları başa salmaq çox çətin olur, çox çətindir. 16 yaşdan aşağı uşağın girməsi düzgün deyil. Yəni pis baxıram, mən də razı deyiləm. Əlbəttə, yəni valideyn nəzarəti, müəllimənin də nəzarəti olsa daha yaxşıdır da. Təəssüf olsun ki, çoxdur da, sosial şəbəkələr çoxdur, uşaqlar istəyirlər, maraqları çox artır, yəni baxmaq istəyirlər. Amma nəzarət altında, yəni çalışdığımız qədər nəzarət edirik biz də. Bu dəqiqə çox, belə deyək, müəyyən platformalar falan var ki, onlara məsələn girmək yaş baxımından çox tezdir onlar üçün və yaxud çox aldadırlar bəzən bu kibercinayətkarlıq falan bu məsələləri. Yaxşı örnək deyil də, hamımız görürük ki, sosial şəbəkələrdə yaxşı istifadə eləmirlər uşaqlar çox vaxt. Həm yaddaş pozğunluğu, həm də ki, çox uşaqlara stres də verir. Nəvələrim var, amma belə deyim də 3 yaşından başlayıb telefon veriblər uşağa. Telefon varsa istər-istəməz o sosial şəbəkədən də istifadə edəcək. Nəzarət mümkün deyil, Rusça telefon almamaq, telefon vermək.